Xəbər verdiyimiz kimi Qarabağın baş məşqçisi Qurban Qurbanov ötən gün çempion olduqları Sabahla maçdan sonra paltar dəyişmə otağında futbolçularla görüşərək onları təbrik eləsə də müdafiəçi Bəhlul Mustafazadə ilə görüşmür. Təcrübəli mütəxəssis də futbolçu arasında olan bu görüntülər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrildi. Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Qafqazinfoya məlumat verib ki, hər hansı problem yoxdur. Komanda daxilində baş məşqçi Qurban Qurbanov və futbolçular arasında qarşılıqlı hörmət və inam var. Həmin məqama gəldikdə isə Qurban Qurbanov klubun bəzi işçiləri və futbolçuları ilə stadionda təbrik elədiyi üçün onlarla ikinci dəfə paltar dəyişmə otağında görüşməyib. Bəhlulla da ona görə görüşməyib. Həmçinin futbolçu həmin vaxt əlindəki sarığını açırdı. Yəni baş məşqçimiz və futbolçular arasında hansısa problem yoxdur. Hər zaman komanda daxilində ab-hava yüksək olur. Baş məşqçi ilə futbolçular arasında da isti münasibət var deyə bildirildi.